Salam, hamınızı xoş gördük. Artıq soyuq qış ayları gəlib. Soyuqlar düşən kimi hər mətbəxdə isti şorbalar, suplar bişirilir. Bugün mən də mətbəximdə şorba hazırlayıram. Xırda küftəli düyü şorbası. Bunun üçün bizə nə lazımdır? 2 ədəd kartof lazımdır. Xırda doğramışam. Təqribən 200 qram qiymə lazımdır. 1 ədəd soğan lazımdır, yağ soğan etmək üçün. 2-3 ədəd kök lazımdır. Mən bugün buzlanmış kökdən istifadə edirəm. Kökün buzdolabında saxlanması videosu kanalımızda var. İzləmək istəyənlər üçün linkini videonun aşağısında paylaşacağım. İzləyə bilərsiniz. 1 stəkan xırda yumru düyü lazımdır. Və 2-3 xörək qaşığı bişirilmiş pomidor və biber bağlaması. Bunun da videosu kanalımızda var. İzləyə bilərsiniz. Əgər yoxdursa 1 ədəd pomidor və yaxud 1 xörək qaşığı tomatdan istifadə edə bilərsiniz. Şorbanın üzünə səpmək üçün qarışıq, şüyüd və göyərtidən istifadə edirəm. Yarım çay qaşığı bizə sarkök lazımdır və biraz da duz. Duz zövqə görədir. Tavaya 1 xörək qaşığı kərə yağı əlavə edirik və soğanı yağda qovururuq. Soğanı bir qədər qızıl rəng alana kimi qovururuq və pomidoru əlavə edirik. Kartofu da əlavə edib biraz qovururuq. Üzərinə sarkökü və duz əlavə edirik. Qazana su töküb qaynadırıq. Qaynayan şorbanın içərisinə yuyulub təmizlənmiş düyünü əlavə edirik və ətdən tutduğumuz xırda küftələri bir-bir qazana atırıq. Artıq supumuz hazırdır. Hazır supun içərisinə kökü əlavə edirik. Gördüyünüz kimi kök artıq donundan açılıb və dəndəndir. Artıq çox dadlı şorbamız hazırdır. Əsl soyuq hava yeməyidir. Bişdikdən sonra üzərinə göyərti səpirik. Hazırlayın siz də. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun. Süfrəniz bol, bərəkətli olsun. Kanalı izləməyi unutmayın. Videonu bəyəndinizsə like edin. Sağ olun.